Bəli dostlar, deməli ölkə turuna çıxacağıq. Ona görə də maşının hardasa bir 4 ilə yaxındır, xəbərim yoxdur. Ümumiyyətlə paradoks sistemindən, askı sistemindən heç bir narazılığım da yoxdur, narahatlığım da yoxdur. Hər hansı bir səs-küy də gəlmir. Amma hər ehtimala qarşı ölkənin hər yerini gəzmə fikrindəyik. Ona görə də nə olar, nə olmaz deyib üst tuturuq. Elşən ustanın yanına gedək, baxaq görək maşının askı sistemində, yəni aşağısında o paradoks dediyimiz hissələrdə nə var, nə yox. Onlara baxdıracağım. Yəqin ki, heç bir problem olmayacaq, çünki yəni, hər hansı bir səs-küy gəlmir. Prosesi də izləyərsiniz, axıra qədər çəkəcəm. Hələlik biz getdik. Deməli, gəldik Elşən ustanın yanına. 3 gün qrupundadır. 3 gün qrupuna yaxın yerdə yerləşir Elşən ustanın servisi. İndi düşəcək 4 ildən sonra, mən 4 ilə yaxındır ki, artıq maşını heç bir ustaya göstərmədən Elşənlə də incişmişik. Arada gəldi çayını içirdi, neçə olmur. Statuslar vantını istəyirəm sən. İndi Elşən məlikxananı açıbdır, indi birazdan düşəcək. Askı sisteminə baxaq görək nə var, nə yox. Yəni bu 4 il ərzində düzdür. Bayaq dediyim kimi hər hansı formada səs-küy mən hiss eləmirəm. Bir diskomfort yaradan nəsə bir problem görmürəm, amma indi usta gözü ilə baxmaq təbii ki, başqa bir şeydir və ölkənin bir çox ərazilərini gəzəcəm və bu da təbii ki, etibarlı, işin etibarlı görmək lazımdır və indi Elşən usta düşəcək aşağı askı sisteminə baxmağa, baxaq görək nə var, nə yox. Gedək Elşən usta. Oldu, girin. Yaxşı. Təkəri sağa sola elə bir dənə. Təkəri yavaş-yavaş elə. Yaxşı. Bu monitorovkanı mənə ver oradan bir dənə. Maşallah yağ axıdan falan Yox, maşallah olsun, yağ axıdan zad yeri yoxdur. Bax, bir dənə işıq da vurun, bax. İşıqda lap qəşəng görsənir. Yəni, nə su axıdan yeri, nə yağdan, mən hamısına baxmışam. Podyomnikdənsə yağmada peridokun tutmaq daha ondan qəşəkdir. Yəni, problemləri aşkar eləmək. Aşkar eləmək, yağmada, yəni, podyomnikdənsə daha dəqiq aşkar eləmək olur. Çünki maşın var ki, məsəl üçün cırıltı verir, nə bilim, elə bir səs verir ki, sən onu podyomnikə qaldırırsan, bütün peridok sallanır, rolu döndərə bilmirsən, yəni o cırıltı kəsir. Amma bu yağma sistemində maşının bütün peridokun, hər şeyin yəni yoxlayıb üzə çıxartmaq olur yəni. Ona görə də mən həmişə yağmaya üstünlük vermişəm. Bir də öyrəşmişəm də qardaşım, valla peridokda zətdə rahat səslər gələndə burada özüm hamısını rahatçılıqla tapa bilirəm. Ona görə də mən də dədə baba üsuluna valla mən üstünlük verirəm. Heç nə yoxdur. Şaravoydur, razvan liftulkalardır, tiyaqalardır, sırqalardır. Yəni burada bu qədər qalxdı yerdənsə üzüldü təkər bəs eləyir. Bəllidir ki, burada problem nə var, nə yox. Hə, bəli, əlbəttə ki. Burax. Keç qaldır. Yox, yaxşı saxlamısan maşını maşallah. Əladır. İndi bu tərəfə baxacağıq. Hə, bu tərəfi qaldıraq. Qaldır, mən baxıram, sən qaldır. Tez-tez elə. Danqratə sıx. Yavaş-yavaş elə. Elə. Yaxşı. Aşağı yuxarı elə, altından tut, aşağı yuxarı elə. Bəs eləyir, yaxşıdır. Yaxşıdır. Oradakılar nələrdir? Bu razvan liftulkalardır, bunları yoxlayıram. Bunlar da hamısı yaxşıdır. Razvan liftulkanın üzərində yüngül çatları var. Yəni o normal şeydir. Yəni elə də ciddi bir problem deyil onlar yəni. Fakt odur ki, bugünkü gündə sən Respublikanı, dünyanı gəzə bilərsən maşınla. Bırax danqratı. Heç bir problem yoxdur. Dəski ver mənə oradan. İndi yağına, suyuna baxacaq. Normaldır yağı. Antifriz də yerindədir. Jitkisdə azalma var. Yəni sənə deyim ki, o azalmanın da səbəbi əylət sistemi yeyiləndə nakladkalar deyim sənə, jitkis sistemə gedir. O nakladka yeyildikcə supportun içindəki porşenlər qabağa çıxdıqca o jitkis sistemə gedir. Yəni bu dəqiqə 4-ün də dəyişsə, jitkis sistemin qalxacaq olacaq maksimumda. O yeyildikcə tədricən düşəcək aşağı. Vahim bir formada da emməyib. Emməyib, o dərəcədə də emməyib. Nakladkaları da mən
altdan da baxmışam, indi də baxıram. Yəni belə normal şəkildədir. Nakladka hardasa sürərsən bunu bir 20-30 min sürərsən belə. Əslində Əyşən, deməli hardasa bir yeni yağ dəyişmədə bir 1500-ə yaxın sürmüşəm də. Bu sonuncu dəfə dəyişəndə eyni servisdə dəyişirəm yağ dəyişməni. Orada yəni ki, o müəyyən xidmətlər var da, 10 dənə xidmət, 20 dənə xidmət yağ dəyişmə. Əslində mən heç vaxt o xidmətə yox, yağı keyfiyyətli dəyişməyə, keyfiyyətli yağa üstünlük vermişəm. Yenə də baxırlar, bir problem eləmirəm. Orada bildirdilər ki, təcili formada nakladkalar dəyişməlidir. Yəni əyləc qələbləri dəyişməlidir. Ehtiyac yoxdur. Mən sənə bugün üçün də deyirəm ki, çıxardaram, yəni göstərə də bilərəm. Gözlə görsənə ehtiyac yoxdur ona. Görürsüz də Rizəcə, yəni usta varı aparırsan, yəni həqiqətən də usta müştərini fikirləşir. Usta da var aparırsan cibini fikirləşir. İllərdir tanıyıram, nəyisə xatirinə Elşən Usta'nı çəkmirəm. Nə Elşən Usta'dan hər hansı bir formada mənim maddi bir umacağım var, nə də Elşən Usta'nın məndən. Gəlmişəm hər kəs kimi nədirsə zəhmət haqqısını vermişəm, iş gördürmüşəm və bundan da qabaq neçə maşınım olub. Elşən Usta baxıb insaflı olduğuna görə və bacarıqlı usta olduğuna görə ən əsası odur. Və sexin də vəziyyətinə baxmayın. Həmişə belə sexlərdə yaxşı ustalar olur, onu da diqqətdə saxlayın. O qaqaş usta dediyi kimi mən də desəydim ki, ay nakladka Yox, biləsən, mən gedib deyirsən ki, hə, dəyişək onu. 100% gedib alıb Yəni götürəcəm. ehtiyac yoxdur. Çox sağ olun. Biz getdik gəzməyə. İnşallah yolda başımıza bir şey gəlməz. Hər şey qaydasında da arxayına Elşən Usta'nın diaqnozuna. Sağ olun. İzləmədə qalın. Maraqlı videolar gələcək. İzləyərsiniz.